Özümüzü nə zaman tənha hiss eləsək, başımızı qaldırıb səmaya baxırıq. Nə zaman ürəyimiz sıxılsa, nə zaman xoşbəxt olsaq, düşünmək, nəyisə arzulamaq ya da dua eləmək istəsək, başımızı onun ucalığına qaldırırıq. Səma bizim güman yerimizdir, uman yerimizdir. Səma bizim hisslərimizin güzgüsüdür. İçimizdəki qorxunun, həsrətin, sevginin, axtarışın yansımasıdır. Biz əsrlərdir ki, onu dinləyən, anlayan və cavab verən bir güc kimi qəbul eləmişik. Amma zaman keçdikcə biz böyüdük, ağrılar böyüdü və başa düşdük ki, səma bizim üçün bütün bunlardan daha artığıdır. Beləliklə ona baxışımız dəyişdi və artıq səma təkcə duyğularımızın yox, ağlımızın da ünvanına çevrildi. Səmaya duyğu ilə baxdığımız yüzilliklər geridə qaldı. Biz artıq ona yalnız ümid eləyərək baxmırıq. Onu müşahidə edirik, ölçürük, öyrənirik və oradan gələn məlumatlarla öz gələcəyimizi qururuq. Artıq səma bizim üçün yalnız baxılan bir məkan deyil, həm də idarə olunan bir sistemdir. Bu sistemin ən mühüm alətləri isə peyklərdir. Gəlin bugün Azərbaycanın kosmos ölkəsi adlandırılmasının təsadüf olmaması ilə bağlı tarixi faktlara baxaq. Kosmos yoluna nəzər salaq. Qədim sivilizasiyalar səmada olan ulduzların hərəkətini izləməklə astronomiyanın ilk təməl daşlarını qoydular. Ancaq real kosmik dövrün başlanğıcı 20-ci əsrin ortalarına təsadüf eləyir. 1957-ci il 3 noyabr ilk canlı kosmosa göndərildi. Sovet İttifaqının Sputnik 2 aparatı ilə Laika adlı it yer orbitinə çıxarıldı. Bu hadisə insanın kosmosa çıxmasının mümkün olduğunu sübut edən ilk real təcrübə idi. 1961-ci ildə Yuri Gagarin kosmosa uçan ilk insan kimi tarixə düşdü və ilk Sovet kosmonavtı adını qazandı. 1986-cı ildə Musa Manarov da kosmosa uçub. 365 gün, 22 saat, 38 dəqiqə olmaqla ən çox kosmosda olan 16-cı kosmonavtdır. 1961-ci ildən bəri kosmosa uçan insanların əksəriyyəti yəqin ki, Rus və İngilis xalqlarının nümayəndələridir. Amma bilməliyik ki, ilk canlının da, ilk insanın da kosmosa səyahətinin hazırlanmasında, kosmik gəmilərin qurulmasında, tədqiqatların aparılmasında Azərbaycanlıların rolu böyükdür. Elə onlardan biri Sovet mühəndisi və alimi, artilleriya general-leytenantı 1966-91-ci illərdə pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri olmuş, Sovet kosmik proqramının banilərindən biri olan Kərim Kərimovdur. 2003-cü il, yəni ömrünün sonuna kimi daim kosmik sənayenin inkişafı üçün çalışan Kərimov təsadüfi deyil ki, ilk kosmonavt Yuri Gagarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra SSR-nin ən yüksək ordeni olan Lenin ordeni ilə təltif olunub. 1991-ci ilin noyabr ayının 20-sində erməni terroru nəticəsində vurulan helikopterdə şəhid olmuş Tofiq İsmailov uzun müddət Azərbaycan Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri idi. O zaman bu müəssisədə kosmik tədqiqatlar üçün olduqca vacib araşdırmalar aparılır, kosmik elementlər burada tədqiq edilirdi. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə kosmik cihaz qayırmanın əsasının qoyulması və ölkəmizdə kosmik cihazların hazırlanmasına başlanması da Azərbaycanda kosmik sahənin inkişafı üçün stimul oldu.
və bu gün Prezident İlham Əliyevin də təşəbbüsü və texnoloji inkişafa xüsusi diqqət verməsi nəticəsində Azərbaycan kosmik erada özünü qərib hiss eləmir. Biz bu yola çoxdan çıxmışıq. Hələ Ulu Öndər Heydər Əliyevin Respublikaya rəhbərlik etməyə başlamasından. 2008-ci ildə təsdiq edilən dövlət proqramı isə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verdi. Zamanla informasiya-kommunikasiya texnologiyaları ölkə iqtisadiyyatının neftdən sonra ikinci əsas sektoru elan edildi. 2010-cu il mayın 3-də Prezidentin sərəncamı ilə Azərkosmos yaradıldı və 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki olan Azerspace 1 yer kürəsinin orbitinə çıxarıldı. Bu təcrübə bizim kosmik yolumuzda bir cığır açdı və nəticədə 2014-cü ildə yerin məsafədən müşahidə peykimiz Azersky və 2018-ci ildə Azerspace 2 peykimiz orbitə çıxarıldı. Bununla da Azərbaycan Dünya Kosmik Dövlətləri Klubunun üzvünə çevrildi. Əldə etdiyimiz bilik və təcrübə bizi kosmik sahədə daha ambisiyalı layihələr həyata keçirməyə həvəsləndirdi və bunlardan biri də Azersky 2 proqramıdır. Bu proqramın əsas məqamlarından biri ondan ibarətdir ki, bizim artıq öz Azərbaycanlı mütəxəssislərimiz Azərbaycanda ilk peyk hazırlayacaq. Mütəxəssislərimiz artıq 1 ilə yaxındır ki, İsraildə texnologiya transferi proqramına cəlb olunublar. Burada həm peyklərin layihələndirilməsi, həmçinin onların yığılması, inteqrasiyası və sınaqdan keçirilməsi üzrə təlimlər alırlar. Bundan sonra sözsüz ki, bu işlərin Azərbaycanda həyata keçirilməsi üçün kosmik istehsal mərkəzinə ehtiyac var. Artıq həmin istehsal mərkəzinin ilkin layihələndirilməsi və tikintisinə hazırlıq işləri görülür. Bundan sonraki məqsədimiz həmin mərkəzdə hazırlanan peykləri əlbəttə orbitə çıxarılmasıdır ki, artıq ilk peyklərimiz üçün seçdiyimiz raket daşıyıcısı SpaceX şirkətinin Falcon 9 raketidir. Azərbaycan kosmik sahəsi, Azərbaycan peykləri həm ölkəmiz üçün, həm də region üçün çox əhəmiyyətlidir. Biz peyklərimiz vasitəsilə həm telekommunikasiya xidmətləri, həm də yerin məsafədən müşahidəsi xidmətləri veririk. Bu gün bizim 50-yə yaxın ölkədə 200-ə yaxın şirkət və təşkilatda peyk xidmətlərimiz verilir. Biz nəyə görə kosmosa daha çox önəm verməyə başladıq? Gəlin izah edeyim. Məsələn, niyə müharibələr zamanı mübarizə yüksəkliklər uğrunda aparılır? Çünki yüksəkliyi ələ keçirən zaman artıq hər şey tam olaraq sənin nəzarətinə keçmiş olur. Sən yuxarıdasan və aşağıda olan hər şeyi və hər kəsi rahatlıqla görə bilir və nəzarət edə bilirsən. Bununla yanaşı biz yuxarıda olmaqla həm də qlobal iqlim dəyişmələrini nəzarətdə saxlayıb iqtisadiyyatın müxtəlif hissələrinə töhfə verə bilirik. Misal üçün, biz həmin məlumatlar əsasında müəyyənləşdirə bilmişik ki, son 8 ildə buzlaq sahələrində ortalama 9% azalma müşahidə olunub. 2024-cü ildə Abşeron yarımadası, Hacıqabul, Xızı, Siyəzən və Şabran rayonlarında çox ciddi quraqlıq müşahidə edilib. 2024-cü ildə ölkədə metanın faizinin ən yüksək həddə çatdığı müəyyən olunub və bundan başqa ölkə əhəmiyyətli digər məlumatlar da məhz peyk məlumatları nəticəsində əldə olunur. Yer kürəsi ətrafında 900-dən çox məsafədən müşahidə peyki var. Həmin peyklərin gündəlik təsvir çəkmə imkanı 100 milyon kvadrat kilometrdən də çoxdur. Bu məlumatların emalı isə heç də asan iş deyil və bu məsələdə rəqəmsal mühit köməyimizə çatır. Müxtəlif coğrafi məkanlarla bağlı bütün peyk məlumatlar vahid məkanda birləşir və emal olunur. Ümumiyyətlə, elektromaqnit dalğaları günəş şüasından yer səthinə düşür və peyklər həmin sensorlardan qayıdan şüaları tuturlar.
Bu tutan şüalar təkcə insan gözünün gördüyü spektrdə deyil. Yəni biz ancaq insan gözünün görmə spektrini görürük, amma peyk təsvirləri bizə bizim görə bilmədiyimiz spektrlərdən də məlumat verir. Bizim də missiyamız nədir? Bu təsvirlərdən alınan faydalı informasiyaları rəqəmsallaşdırılmış alətlərlə istifadəçilərə çatdırmaq. Təkcə istifadəçi deyəndə burada mən dövlət qurumları və özəl təşkilatları deyil, bütün hətta belə deyək, individual olaraq məsələn fermerlərə qədər biz məlumatları onlara lazım ola biləcək formada çatdırmalıyıq. Belə ki, bugün süni intellekt texnologiyaları bizə təkcə proseslərin avtomatlaşdırılması deyil, həm də keyfiyyətin artırılması və bu da resursların, xüsusilə zaman və xərclərin azaldılmasına şərait yaradır. Məsələn, bugün iqlim dəyişmələri baş verir və iqlim dəyişmələri üçün tələb olunan məlumatların 50%-dən çoxu peyk texnologiyasından əldə olunur. Bu nəyə görə elədir? Çünki biz yer kürəsinə bir növ kənardan baxış imkanı qazanırıq və bu baxış imkanı o deməkdir ki, biz gündəlik əsaslanan yer kürəsindən informasiyalar əldə edirik. Xəzər dənizini xüsusi olaraq nəzarətdə saxlayırıq. Belə ki, Xəzər dənizində hal-hazırda gedən proseslərdə özünüz şahid olursunuz ki, səviyyə enmələri baş verir. Bu səviyyə enmələrini də biz nəzarətdə saxlaya bilirik. Hal-hazırda gördüyünüz kimi, xüsusilə Xəzərin şimal istiqamətində Qazaxıstan tərəfdə Xəzər dənizinin çəkilməsi müşahidə olunur. Amma bizim indi təkcə hal-hazırki dövrü deyil, həm də bunu modelləşdirə bilirik ki, 1 metr azalsa daha nə qədər biz su səthini itirəcəyik və yaxud da 3 metr azalsa daha nə qədər itirəcəyik. Bu da əslində nəzarətdə saxlanılması vacib olan bir istiqamətdir. Məsələn, burada Abşeron yarımadasında görürsünüz, Xəzər dənizinin simulyasiya modelidir. Hal-hazırda əgər 2 metrdə azalsa, məsələn, Pirallahı adasının əsas yarımadaya birləşməsi hadisəsi baş verə bilər. Hər hansı sahə beynəlxalq təcrübə və qarşılıqlı əməkdaşlıqlar nəticəsində inkişaf edir. Təsadüfi deyil ki, Azərkosmos hazırda 13 beynəlxalq təşkilatın üzvüdür. Azərkosmos bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Burada əlbəttə ki, biz ISESCO kimi tanınan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatını qeyd edə bilərik. Belə ki, ötən il ərzində 2024-cü ildə Azərkosmos ISESCO təşkilatdan qrant layihəsini qazandı və bu layihə çərçivəsində biz ölkədə, regionda və həmçinin dünyada ilk dəfə kosmik tipin əsasları praktiki təlimi keçirmişdik. Əlbəttə ki, burada biz Millətlər Birliyi ilə Azərbaycan dövlətinin yaratdığı əməkdaşlığı qeyd etməliyik. Xüsusilə biz Millətlər Birliyi ilə imzaladığımız əməkdaşlıq sənədi nəticəsində biz 26 ada ölkəsinə peyk texnologiyalarının ixracını həyata keçiririk. Artıq bizim bir pilot layihəmiz vardır. Bu da Papua Yeni Gvineya ada ölkəsində meşələrin və quraqlığın ölçülməsi istiqamətində gördüyümüz pilot layihədir. Peyklərin də ömrü olur. Hər bir peyk 5-15 il arasında istifadə oluna bilir. Onun ömrünün uzunluğu, növündən, məqsədi, texniki xüsusiyyətləri və yerləşdiyi orbitdən asılıdır. İstifadə müddəti başa çatan peyk isə istifadə olunmasa belə ya orbitdə qalır, ya da çıxarılır. Bununla yanaşı peyklərlə bağlı bəzi vacib məqamlara da toxunacağıq. Misal üçün, geostasionar peyklər göyə qaldırılmadan öncə mütləq şəkildə onların yeri müəyyən olunmalı, texniki analizlər edilməlidir və bu da kifayət qədər zaman alan bir prosesdir. Geostasionar peyki orbitə qaldırmazdan öncə onun yeri müəyyən olunmalıdır. Bu məqsədlə texniki analizlərin aparılması olduqca zəruridir. Texniki analizlərin aparılmasının vacibliyi ondan ibarətdir ki, bizim göndərəcəyimiz peyk ətrafda mövcud olan digər peyklərə zərərli müdaxilə göstərməsin və eyni zamanda bizim peykimizə də digər peyklər tərəfindən zərərli müdaxilə olunmasın. Orbital mövqeyini təyin etdikdən sonra biz necə bir peyk göndərəcəyi, həmin o peykin parametrlərinə uyğun olaraq texniki bir ərizə hazırlayırıq. Və bu ərizəni Beynəlxalq Radiotezilər İdarəsi ilə paylaşırıq. Beynəlxalq Radiotezilər İdarəsi də öz növbəsində bu ərizəni bütün rabitə administrasiyaları ilə paylaşır və prosesi tamamlamaq üçün bizə 7 il müddətində vaxt verir. Koordinasiyası vacib hesab edilən rabitə administrasiyalarının razılığı tam əldə olunduqdan sonra orbital mövqe tamamilə administrasiyanın adına keçə bilər və bu o deməkdir ki, artıq peyki orbitə qaldırmaq mümkündür. Bugünkü gün qürurla deyə bilərik ki, Azərbaycanın yerli mütəxəssisləri tərəfindən bu proses uğurla başa çatdırılmışdır. Belə ki, Beynəlxalq Radiotezilər İdarəsi tərəfindən ayrılmış 7 illik
prosesi bizim yerli mütəxəssislərimiz 3 il ərzində tamamilə yekunlaşdırmışdı. Hazırda Azerspace 1 peykinin idarə olunduğu 46-cı dərəcə şərq uzunluğu vaxtilə Malayziya administrasiyasına məxsus olmasına baxmayaraq, keçən ildən etibarən orbital mövqe yerli mütəxəssislərimizin apardığı uğurlu koordinasiyanın nəticəsi olaraq tamamilə Azərbaycan administrasiyasının adına keçirilmişdir. Bu isə o deməkdir ki, biz Azerspace 1 peykini öz orbital mövqeyimizdə idarə edirik. Bəli, biz yuxarıdayıq. Kəlbəcər, Şuşa, Cıdırdüzü, Ömər aşırımı, Sıldırım qayalar, bütün bunlar həm də bizim üçün ona görə mühümdür. Əgər söhbət Azərbaycanın inkişafından gedirsə, qələbəmizdən mütləq danışmalıyıq. Bu peyklər 44 günlük Vətən müharibəsində düşmənin çox sayda texnikasını məhv etməyimizə kömək elədi. Kosmik üstünlüyün bir nəticəsi də budur. Bakı-Şamaxı yolunun 38-ci kilometrliyində yerləşən bu bina, mən deyərdim ki, Azərkosmosun işinin əsasını təşkil eləyir. Aydın məsələdir ki, peyklərin kosmosa göndərilməsi ilə yanaşı, onların oradakı hərəkətinin tənzimlənməsi də mühüm məsələlərdən biridir. Söhbət əsas yerüstü peyk idarəetmə mərkəzindən gedir. Peyklərin texniki sazlığı və hərəkətinin müşahidəsi, eyni zamanda rabitə siqnallarının idarə olunması bu mərkəzdən həyata keçirilir. Peyklərdən telemetriya vasitəsilə aldığımız məlumatlarla biz peyklərin sağlamlığına nəzarət edir və ehtiyac yarandıqda hər hansı bir nasazlıq olarsa, dərhal bu nasazlığa müdaxilə edirik. Beləliklə, peyklər 24/7 peyk mühəndisliyi qrupu tərəfindən və peyk əməliyyatları mühəndisliyi qrupu tərəfindən həm funksional, həm texniki olaraq daim idarə olunur. Peyk əməliyyatlarının gündəlik idarə edilməsi üçün uyğun bölmələr tərəfindən gündəlik görüşlər keçirilir. Bu görüşlərdə icra olunacaq planlaşdırılmış əməliyyatlar bölmələr arasında koordinasiya edilir və vaxtlar təyin edildikdən sonra həmin əməliyyatlar uyğun vaxtlarında icra olunur. Peyk idarə etməsi texniki baxımdan olduqca çətin və maraqlıdır. İdarə etməni çətinləşdirən faktorlardan biri fasiləsiz kommunikasiyanın təmin edilməsidir. Bununla yanaşı kosmik mühitdəki radiasiya, orbitdəki tullantılar və peyk üzərindəki cihazların temperaturunun qorunub saxlanılması idarə etməni mürəkkəbləşdirən faktorlardan biridir. Bununla yanaşı peykin təhlükəsizliyini təmin etmək üçün kiber hücumlara qarşı peyklərin hər biri şifrələnmə və digər üsullarla təmin edilmişdir. Peyk əməliyyatları mühəndisliyi bölməsi tərəfindən icra olunur ki, bu bölmə tam olaraq yerli mütəxəssislərdən təşkil olunmuşdur və peykin icrası tam olaraq yerli mütəxəssislərə aiddir. Bəli, peyklərimiz özümüzünkülər tərəfindən idarə olunur. Elə Kosmik Akademiyanın yaradılmasının əsas fəlsəfəsi də budur. Salam, xoş gördük Aybəniz xanım. Azərkosmosun, Azərbaycan Respublikası Kosmik Agentliyinin Kosmik Akademiyasına xoş gəlmisiniz. Kosmik Akademiyamızın regionda alternativi yoxdur və kosmik qovşaq olaraq düşünülür. Belə ki, həm Mərkəzi Asiyaya, həm də regiona açılan bir kosmik akademiya olaraq düşünülmüşdür. Konseptimizdə xanımların demək, kosmik sənayeyə cəlb edilməsi, ön planda olması, həmçinin baxsanız xanımımız keçmişinə, indisinə və gələcəyinə Azərbaycanın kosmik texnologiyaları ilə baxır, öz egzoplanetlərini kəşf edir və öz egzoplanetlərini kəşf etdikdən sonra artıq buyurun buradan irəli baxsaq görə bilirik ki, ta uzaq gələcək, ondan sonraki növbəti bir gələcəyimiz bilavasitə insanın Ay missiyası, Artemis proqramına geri qayıdışıdır ki, Artemis vasitəsilə insan bəşər övladı Aya yenidən 3 pilləli qayıdışı nəzərdə tutulub. Buyurun. Bura bizim beynəlxalq kosmik stansiya otağımızdır ki, burada tələbələr, məktəblilər, gənc alimlər beynəlxalq kosmik stansiya ilə əlaqə yaradıb və kosmik stansiyanın demək, fəaliyyətini öyrənmiş olacaqlar. Gördüyünüz kimi Kosmik Akademiyanın bütün dizaynının və qurulmasının da prinsipi məhz Azərbaycanı dünyada trend, kosmik innovasiya ölkəsi, eləcə də kosmik yeniliklərin açıldığı bir ölkə kimi tərənnüm etməkdir. Bu istiqamətdə bir çox layihələrimiz gerçəkləşdirilir. Bu layihələr sırasında 750 məktəbli
və 41 məktəbin iştirakı ilə Beynəlxalq Kosmik Olimpiadanın start verilməsidir. Eyni zamanda bu illəri Azərbaycan məktəblisinin kosmosa SpaceX raketi vasitəsilə ilk peykinin çıxarılması nəzərdə tutulub ki, burada da 35 məktəb və həmçinin 650 məktəbli iştirak edir. Bundan irəli gələrək növbəti bir pilləli layihəmiz, bilirsiniz ki, həmçinin Azərkosmos Akademiya demək Asiya və Sakit Okeanı regionu kosmik agentliklərinin forumu APRSAF-la əməkdaşlıq edir. Ötən ilin noyabr ayında Azərbaycanlı məktəblilər toplam 14 Asiya ölkəsi sırasında ilk birinci yeri Azərbaycana gətirmiş oldu və beynəlxalq mərhələnin qalibi oldular. Bu illəri də o müsabiqə artıq 100 məktəb üçün keçirilmiş olacaqdır. Bizim akademiyanın ta yuxarı hissəsi bilavasitə kosmik aparatlara həsr olunub. İnsan bəşər övladı tərəfindən yaradılmış olan bütün kosmik avadanlıqlar və aparatların tarixçəsini görürük. Biz ona zaman dəhlizi də söyləyirik. Hər il milli elmi komandamız Beynəlxalq Astronavtika Konqresinə bir çox sayda gənc alim göndərir. Bunların sırasında Milana ötən il 52 tələbəni və gənc alimi göndərmişik. 3 ildir ki, durmadan Azərbaycan toplam 2 il, 2023-24-cü illərdə dünyada ilk 5-likdə yer alır. Bu illəri isə Azərbaycan dünyada ilk 2-ci yerdə yer almaqla Beynəlxalq Astronavtika Konqresində toplam 120 ölkə sırasında ilk 2-ci yeri almışdır. İl içərisində məzun sayımız 10.000-i ötməkdədir. Məzunların sonrakı aqibəti necə olur? Məktəblilərdən başlayaraq sənaye, universitet, məktəb üçbucağını işə salmışıq. Bu istiqamətdə məktəblilər hazırlanır yay məktəblərində, qış məktəblərində, fərqli məktəbli yarışmalarında. Ondan sonra məktəbli tələbə olduqdan sonra staj proqramları, elmi konqreslərdə iştirak, təcrübə proqramlarına cəlb olunurlar. Daha sonra həmin tələbələr və gənc alimlər Azərkosmosda və həmkar qurumlarımızda staja cəlb olunurlar, təcrübə keçirirlər və daha sonra research and development, yəni tədqiqat və inkişaf proqramları çərçivəsində kadrların cəlbi, işlə təminatı və bununla da Azərbaycanın insan kapitalı istiqaməti üzrə fəaliyyətləri və perspektivlərinə öz dəstəyimizi vermiş olmuş oluruq. Doğrudur, Azərbaycanın kosmik sahədə kifayət qədər böyük nailiyyətləri var və bu arealda uğurlarımız göz qabağındadır. Amma bu sahədə liderlik edən ölkələrlə eyni səviyyədə olmaq və onlarla təcrübə mübadiləsi aparmaq üçün irəli getmək mütləqdir. Beləliklə indi bizə göydən yerə həm də özümüzkilər baxır. Biz hal-hazırda Şenju kosmik gəmisinin 16-cı uçuş missiyasını həyata keçiririk. Bu tarixi şəkildə gənc İlham Əliyev atasını konqresdə müşayiət edir və onun kosmik tədqiqat sahəsində tanınmış mütəxəssislərlə şəkli çəkilir. Azərbaycanın prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin yenidən Bakıda keçirilməsi üçün mühüm dəstək göstərmişdir. Azərbaycan Respublikasının prezidenti Zat-ı Aliləri Cənab İlham Əliyevə kiçik bir sürprizimiz var. Bugün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bugün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır. Bizimlə olduğunuza görə bir daha təşəkkür edirəm və Konqresə uğurlar arzu edirəm. Hər peyk bizi yalnız ulduzlara deyil, həm də öz gələcəyimizə, öz məqsədlərimizə yaxınlaşdırır. Hə, səmaya baxışımız dəyişib, amma bayrağa baxışımız eynidir və heç vaxt dəyişməyəcək. Biz ona daim yerdən göyə, ucalıqda baxacağıq.